Azərbaycana idxal edilən istismar müddəti 7 ildən çox olan avtomobillər üçün aksis vergisinin artırılması gözlənilir. Vergi məcəlləsinə təklif edilən dəyişikliyə əsasən benzin mühərrikli avtomobillərə 1,5, dizel mühərriklilərə isə 2 yüksəldici əmsal tətbiq olunacaq. Belə bir dəyişikliyi zəruri eləyən nədir? Elə bu sualla millət vəkili Vüqar Bayramova müraciət etdik. Məqsəd olan ibarətdir ki, nisbətən ili köhnə olan avtomobillərin idxalı deyil, ili yeni olan avtomobillərin Azərbaycan idxalı təşviq edilsin. Nəzərə alsaq ki, daha çox elektrik avtomobillərin idxalının təşviq edilməsi vergi məcəlləsində və eyni zamanda bütövlükdə həyata keçirilən siyasətdə əsas prioritetlərdən biridir. Məqsəd bütövlükdə avtomobil parkının yeniləşməsinə nail olmaqdan ibarətdir. O baxımdan daha çox güzəştlər yeni avtomobillərə, beləcə də xüsusən də elektrik avtomobillər üçün nəzərdə tutulur. Ekspertlərin fikrincə, dəyişikliklər qüvvəyə minərsə, bu, avtomobil bazarında qiymətlərin artmasını qaçılmaz eləyəcək. Xüsusilə bu, 7 ildən çox istismarda olan avtomobillərdə özünü göstərəcək. Hansısa bir avtomobil Azərbaycana idxal olunanda indiyə qədər 20.000 manat aksis vergisi var idi. Amma bu dəyişikliklər qüvvəyə minəndən sonra o təxminən 25% artacaq. Təxminən 25.000 manat civarında onun aksis vergisi olacaq. Məsələn, 5.000 manata qədər artım olacaq. Əgər benzin, dizel mühərriklidirsə, artım 33% civarında olacaq. Bu nə deməkdir? Tutaq ki, dizel mühərrikli avtomobildir. Onun idxalı zamanı, məsəl üçün, 10.000 manat aksis vergisi var idisə, həmin dəyişikliklər qüvvəyə mindikdən sonra yaş 7-dən yuxarıdırsa, artıq aksis vergisi 13.300 manat və təxminən belə olacaq, 13.300 manat. Yəni, bu deməkdir ki, 33% orada artım olacaq, benzin mühərriklərdə isə 25% artım olacaq. Dəyişiklik təsdiqlənərsə, yeni qaydalar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.